Hamıya salam, kanalıma ve videoma xoş gəldiniz. Mən Elvira. Və bu videoda semestr ayını vloglayacağım. Çünki niyə olmasın? Çox dəhşətli bir aydı. Və bu semestr daha da dəhşətli bir hal aldı. Və bunu vloglamağa qərar verdim. Səhərdən oxumaqdan artıq dilim sürçür. Yəni sözləri danışa bilmirəm, oxuya bilmirəm falan. PDF-ə baxanda gözlərim ağrıyır. Eyni zamanda bugün ayın 4 yanvar. Eyni zamanda hazırda Instagram'a girdim ve gördüm ki BTS tur announcement paylaşıp, paylaşmayıp daha doğrusu ayın 14'ünde paylaşacağını deyip ve benim heyecandan artık oxumağa həvəsim qalmadı. Çok heyecanlandım. Bilmiyorum niye çok heyecanlandım. Ve yaxında albom gəlir. Dərs videosunu niyə bura çəkdim bilmirəm. Bayaqdan ağlıma bu fırlandığı üçün dərs oxuya bilmirəm. Saat 9:23-dür və mənim hələ 3 PDF-im qalıb oxumağa. Alqışlayaq. Hər nəysə, telefonumda o qədər yer yoxdur, ona görə uzatmaq istəmirəm. Hazırda belə yazaraq hazırlaşmağa çalışıram. Alın sayacaq, o da alınmır. Çox çətindir, çox çətindir. Anyways, hamınıza uğurlar bu arada. Hələlik. Bye bye. İmtihanım saat 1'də. Okey, yetirirəm. Son 2 gündür, kameram olmasın, son 2 gündür bir sizlə hiss edirəm. İmtihan vaxtı təbiətə gərəksiz bir maraq oyanır. 2 gündür pəncərə qabağında durub belə qoca babalar kimi pəncərədən təbiət izləyirəm falan. İmtihan ayı çox qəribədir. İmtihan ayında da video çəkməyi çox xoşlamıram, çünki sonra özümü izləyəndə deyirəm, mən nə yaşamışam, mən nə qarmışam. Amma olsun, 15'də gələn il bitir, yəni sonuçta bunları bir də yaşamayacağım, ümid edirəm ki. Anyway, çayımı götürdüm. Son, əslində bitirmişəm demək olar, təkrar edirəm, təkrarın yarısını bitirdim. Qalan yarısını da yolda təkrar eləyərəm deyə düşünürəm. Bir də biraz tez gedəcəm yəqin ki, o sırada imtihana gec qalıram falan. Anyways, çox danışdım. Bye bye. Evet, bu kimin elinde patlasa yemeği o getirecek. Biraz məndə. Eli de patlıyor. Ben de qalmasın. Qoxudum elimin sağlığı. Mənə çox mühtəşəm bir şeydir. Biz yeni imtihanın biten anda bir yerlere gitmeye hayır ama imtihandan önce de gelirdim. Gedəndə görəşdim. Ya.
스파입니다. 스파입니다. 스파 양말. 왠지 이놈 이거 스파이처럼 생기지 않았어. 나 아주 비열하게 생겼어. 나 아니야, 나 얘야. 지민이야, 지민이. 아주 비열하게 생겼어. 이놈이랑. Bir şey demeye geldim. Normalde benim İngiliz dilim okeydi de yani ben özüm okey düşünürüm. Biraz önce bir müsahibeye katıldım. İngilisce danışmaya başladım. Ben İngilisce gözlemedim olacağını. Ben İngilisce danışmaya başladım. Hatta harici biri var idi müsahibede. Tekrar program için bir şeydi bu arada. IT ile bağlı. Ve ben İngiliz dilini unuttum. Yani sözleri tapıp cümləni qura bilmirdim. Demək istəyirdim ki, risklə təhlükənin birləşməsindən yaranır insident. Bu cümləni deməyə çalışırdım və deyə bilmədim. Əllərimlə izah etdim. Özümü çox pis hiss elədim. Mən ingilis dilində güya ki təhsil alıram, amma mən ingilis dilində, yəni son 2 ildir ingilis dilində danışmıram o qədər təqdimatlar dışında və dərslərdə də çox vaxt ingiliscə danışmırıq. Ona görə ingilis dilim çox dibə düşüb yəni. Expectation olmalı yoksa köylülerin ben sevdiğini Ondan diyeceğim. Sen de tələbələrə danışacaqsın. So since we're both in blood, what's the deal with Lorelai? What are you talking about? I'm talking about Lorelai, the lady who runs the inn. guys are also in the depths of hell that is exam season. So I thought it would be nice for you and me to study together in a real-time Pomodoro study session. We will be studying for 25 minutes at a time and taking 5-minute breaks in between. Mən bitirdim, çıxdım. Kameranı yüksək tutmaq istəmirəm, müəllim görməsin. Mən bitirdim, çıxdım. Biz bura belə yerləşmişik. Aydan da içəridədir şu an burada, bu otaqda. Gözləyirəm açıq. Yoruldum. İndi sizə axşam yeməyini göstərəcəm. Çünki niyə olmasın? Bilkası da var üstünde bu arada. Bu detaylı şeyi bilka da var üstünde. Akşam TikTok'lara, Instagram'lara çıkabilirim herhalde yolda. Yolun ortasında salatdı bu arada. Bu qabı belə götürmüşəm salat yeri. Yarmarka çimdiye. Yarmarka nerede benim yanımda. Anyway.